İkinci hissə test toplusuna əlavə edilən mövzulardan ikincisi haqqında məlumat vermək istəyirəm. Daha doğrusu bunlar birləşmədir. Would prefer, bir də had better. Bu üç birləşmə. Normalda biz bunları öyrənmirdik, amma ikinci hissə test toplusunda artıq bunlara aid də testlər var. Ona görə də bunlardan xəbərdar olmalıyıq. Deməli, uşaqlar, would rather üstün tuturam, üstünlük verirəm, daha çox istəyərəm, o mənada işlənir. Would prefer, bu da üstün tutmaq anlamında işlənir. Had better, etsən yaxşı olar. Yəni, etməsən pis şeylər ola bilər anlamında işlənən ifadələrimizdir. Qaydası çox asandır bunların. Deməli, would rather özündən sonra to-suz məstər tələb edir. Məsələn, deyirəm, I would rather drink tea. Məsələn, mən çay içməyi üstün tuturam. Və yaxud da I would rather stay at home. Mən evdə qalmağı üstün tuturam. Keçirik would prefer. Would prefer də üstün tutmaq deməkdir. Amma özündən sonra to-lu məstər tələb edir. Unutmayın, özündən sonra to-lu məstər tələb edir. Deyirəm ki, I would prefer to drink tea. To drink tea. Mən çay içməyi üstün tuturam. I would prefer to stay at home. Görürsünüz, stay'in qabağına artıq to əlavə etmişəm. Evdə qalmağı üstün tuturam. Eyni mənəyə gəlir would rather və would prefer. Sadəcə biri to-lu məstər, digəri to-suz məstərlə işlənir. Keçdik, had better. Had better, etsən daha yaxşı olar, etsən yaxşı olar. To-suz məstər istəyir. You had better study more. Deyirəm ki, daha çox oxusan daha yaxşı olar. Və yaxud da you had better leave now. İndi getsən yaxşı olar. İndi buranı tərk etsən yaxşı olar. Nə verirək? You had better leave now. Görürsünüz, to-suz məstər istəyir özündən sonra. Qaydamız çox bəsitdir. Sadəcə olaraq bilmək və testlərdə tətbiq etmək lazımdır.